Pis dostdan uzaq dur qardaş, pis dostdan uzaq dur. Pis dost özün bədbəxt eləyib elə səni də bədbəxt eləyəcək. O dostlar var, qaqa, gecədə oturaq bir dənə pubda pivə içək. Qaqam bir dənə qız tutubdur, gəl podruqasında səni düzü qoş eləyim. Onu deyən adam bədbəxt adamdır. Özün bədbəxt eləyib, səni də gəlib bədbəxt eləyəcək. Və qiyamət günü peşman olacaqsan ki, kaş ki falan kəsə dost tutmayaydım. Necə ki Quran-Kərim ayəsidir ki, həmin günü qiyamət günü adam peşman olacaq. Quranda Allah Subhanahu va Taala deyir: "Peşman olacaq deyəcək, kaş ki falan kəsə özümə dost tutmazdım." Onca da bax gör kimlə dostluq eləyirsən. Yaxşı, salih insanlarla dostluq elə. O dostlar ki səni Allaha yaxınlaşdırır. O dostlar ki onları görəndə Allahı xatırlayırsan, Allah yadına düşür. Elə adamlarla. Peyğəmbərimiz də hətta buyurur Muhammed sallallahu aleyhi və səlləm ki, kişi dostunun dinindədir. Kişi dostunun dinindədir. Çox gözəl sözdür. Yəni bax gör bir insan nə olduğunu dostlarının ətrafından bəlli olur. Ona görə də yaxşı insanlarla dostluq eləyin. Çalışın salih insanlarla dostluq eləyin. Pis dostdan uzaq durun. Pis səni günaha çağırır, səni asiliyə çağırır. Elə adamdan uzaq durun. Bir dostu səni haramlara çağırır. Onun nəyin